kolxozluq idi, işlədi, kişi də qoçaq kişi idi. Onların hamısını oxutduq, diplom aldıq, gözəl. Ondan sonra bu öyrətlərin içində çox beyinli idi, çox bilikli oğlu idi. Bunu getdi Ermənistana, xalası gildə oxudu. 6 il orada oxudu abala. 6 ildən sonra gəldi bu 3 il işə, Tiflisə gəldi. Tiflisdən ağrı Qorqu şəhərinə apardılar. Qorqu şəhərində durdu. Ondan Afqanistana etdi, 2 il Afqanistanda qaldı. Mən heç bilmədim Afqanistanda olduğunu. Orada xəsər... Biz də hiss edirdik ki, uşaq çox çətinli olmuşdur. Ali hərbi hamımıza yaxşı müəllimdir, hamımıza yaxşı bilir. İki il 4 ay Əfqanistanda vəzir xidmət etdi və Əfqanistanda çoxlu qramatalar aldı, mükafat təltiflər aldı. Əfqanistan vaxtı Demokratik Respublikası deyirlər. Əfqanistan Demokratik Respublikasının hakimiyyəti tərəfindən təltif olundu. Əfqanistanın ordeni ilə və bir çox mükafatlarla, ordenlərlə, medallarla, hətta Sovetlər dönəmində Qırmızı Ulduz ordenindən təltif olundu. Bu gələndə biz hamımız yığışıb, elə böyük şənlik keçiləndə dedilər, nədir, nə olub da, niyə belə bilirsiniz? Təzdən əmmi oğlu Zakir var. O dedi, sən heç xəbərin varmı ki, sənin oğlun hardan gəlir? Sənin oğlun Qodalığın içindən gəlir, Əfqanistandan gəlir. Anam üç etdi özündən. Çitinsk oblast dedilər, orada stansiya Davuriya. Oraya keçdi, Zamnaçernik artilleri, PVO, raketin vojsk orada bütün. Biraz işleyen ki Maltay... Gedir axşam elə bil ki, anası gilə hamı yığılır, anası gilə deyir ki, gedin alın, mən qızı gördüm, bəyəndim. Sevinirlər hamı, anası gilə sevinir. Deyir, axşam yatdıq, səhər tezdən bir də deyir, getdim, bala, bizi alladırsan, yoxsa doğru deyirsən, bəyəndin mi qızı, necədir? Deyib, hə, bəyəndim, gedin alın. Qaynanam elə bir sevindiyindən səhər-səhər hamı üçün belə təəccüblü oldu. Səhər-səhər geyinib biz elçi gəlməyinə. Avqustda toyumuz oldu, sentyabrda biz Çitaya getdik. Çitaya düşəndə elə bil mən başqa dünyaya düşdüm. Başqa aləm idi, onun əhatəsi başqa insanlar var idi. Elə bil ki, çox ziyalı idilər. Məsələn, qonaqlıq olurdu, biz elə bil ki, tanışlıq üçün hamı qonaq çağırırdı. Elə bil mənim üçün çox təəccüblü idi. Vəzir nə ki, Azərbaycanda keçmiş SSR dönəmindədir. Tək mütəxəssislərdən biridir ki, öz ixtisasında, artilleriyada, hansı ki, 18-20 kilometrdən mərmini səngərə salır. SSR ordusunda, Rusiyanın ordusunda belə mütəxəssis yox idi. Gromov deyildilər, Əfqanistanda olanda komandası idi. Söhbət gəlib çatır ora, Müdafiə Nazirinə ki, bunu necə eləmək olar? O dəqiqə demişdilər ki, Sədiyev var, tapın onu. Həmin dövrdə vəzir olanda artıq Sibirdə idi, Çitada idi. Oradan həmən vəziri məzun elədilər həmin şəhərə. Həmin şəhərdən vəzir uzaqdan artilleriyanı qurdu. Deməli, cəmi neçə metrə idi də, çayın eni və bütün şəhər su basır. 18 kilometr ya 16 kilometrdən artilleriyanı vəzir qurmuşdu şəhərin qırağından. Həmin körpünün düz qabağı, neçə metr qabağa həmin buzları dağıtmışdı. Onda da yenə çağırdılar Kremlə, onda da mükafatlar verdilər, qramatalar verdilər.
Bir il sonra uşağımız dünyaya gəldi. Adını da özü qoydu. Sisara, döyüşçü adıdır. Belə sevincimizin həddi hududu yox idi. Yəni çox Vəzir də çox sevinirdi, çox özünü xoşbəxt hiss edirdi. Həmişə deyirdi ki, elə bilirəm dünyanın ən varlı insanı mənəm, ən xoşbəxt insanı mənəm. İstəyirdi çox uşağın böyüməsində çox iştirak eləsin. Qapıdan içəri girdi, o başqa cür adam olurdu. Elə şən, mehriban, danışan, gülən, zarafatçıl, ailə canlı, çox ailə canlı belə. Müdafiə Nazirliyi gərək atnaşıyla verərdi həmin xaricdə olan hərbiçilərə, Azərbaycanlılara ki, yəni biz sizə qəbul edirik. Ondan sonra gələ bilərdi. Soruşdum ondan gələndə ki, əsas bu gəlməyin əsas məqsədi, səbəbi nədir? Mənə nə desə yaxşıdır? Televizorda baxırdım, deyir, bu qırat qurğularını, gedə-gedə qırat quru satırlar. Mən deyir, sarsıdım, baxdım, pis oldum özüm üçün. Əşi, gedə-gedə qırat quru satılar mı? Onda deyir, mən özümdə, ürəyimdə bir hiss yarandı. Məqsəd qoydum ki, mən 100% Azərbaycan ordusunda qulluq eləməyim. Deyirdi, qaqaş, mənə qaqaş, deyirdi, qaqaş, bu mənim müharibəmdir. Mən 2 il, 4 ay Əfqanistanda Xüsusi batalyonun komandiri olmuşam. Əfqanistanda da ki, ən qaynar yerlər Şimdad, Cəlilabad, Kabul, belə bir yerdə vəzir komandiri olmuşdu. Elə də deyirdi ki, burada da deyirdi, mən lazımam. Bura çətin müharibədir deyirdi. Bizi elə bil ki, fevralın əvvəli gətirdi. Burada Obşitsidə, yataqxanada, zabitlər yataqxanasında ev tutdu. Səhər işə getdi, hardasa saat 10-11 idi, gəldi. Dedi ki, mən paltarımı dəyişməyə, poliboy paltarını geyindi, hər şeyini yıxdı, mən gedirəm Qarabağa. Elə bir gedəndə biz onun dalıca çıxdıq, koridora dalıca baxırdıq. Qızımız bir də dalından, vəzirin dalıca qaçdı, qayıtdı, Sisarıyı bir də qucaqladı, öpdü, getdi. Durduq onun dalından, baxdıq ikimiz də, gözümüzdən itənə kimi. Elə bir həmin vaxtda mənim nəsə ürəyimdən keçdi ki, elə bildim vəzir axırıncı dəfədir görürüm. Nəsə bir anlıq belə içimdən bir hiss keçdi. Axıra kimi, gözümüzdən itənə kimi onun dalıca baxdıq. Müharibənin qızğın vaxtlarında bizə təzə silah-sursat gəlirdi. Elə nədəndir? Səsindən, buyurtusundan, markasını deyirdi, nədən atılıb? Bəxər et sözü. Qızımla ikimiz bir yerdə idik. 2 dənə hərbiçi gəldi 20-ci gün. Hərbiçi gəldi və gəldilər. Çox ağır. Biz necə elə bir xoşbəxt, elə bir qolum qanadım yox idi xoşbəxtçilikdə. Elə birdən-birə qaranlığa düşdüm. Qaranlıq bir tunelə. Bir dənə balaca işıq idi, bəlkə o tuneldə evladımız. Yəni hər gün özümə ölüm diləyirdim, Allahdan yalvarırdım ki, Allah qurbanım, bəlkə qoy mən bir xəstəlik tapım ölüm. Hər gün Allaha yalvarırdım ki, qoy mən bir xəstəlik tapım ölüm, özüm ölüm. Çətinlikdə mən atamı yanımda hiss eləmişəm, varlığını hiss eləmişəm. Uşaq vaxtı belə bir düşüncəm də var idi ki, yol keçərkən mən fikirləşirdim ki, mən yolun ortasında dayansam, maşın bir sürətlə də gəlsə, məni nəysə saxlayacaq, o maşın məni vurmaz, mən sağ qalaram. Ya hardansa yüksək bir mərtəbədən tullansam, yenə də mən sağ qalaram, mənə heç bir şey ola bilməz. Çünki mənim atam məni qoruyur, atam mənim yanımdadır hər zaman. Çünki o bizim ailənin mələyidir. Mən milli qəhrəman, Sədiyev vəzir qızıyam demək bu mənim üçün ayrıca bir qürur hissidir. İnşallah torpaqlarımız azad olduqdan sonra atamın ruhu daha da şad olacaq. Burada Gürcüstanda yaşadığımıza baxmayaraq, həmişə ürəyimiz Azərbaycanla döyülür. Həmişə. İndi qoy heç vaxt, nə deyərdirlər, həmişə əmin-amanlıq olsun, dava olmasın. Əgər lazım olarsa, bir vəzir yox, gerdə 5 qardaş, hamısı canını verməyə hazırdır, torpağı yolunda. Azərbaycan üçün, Azərbaycanın torpağının azadlığı üçün. Çəkinmədən, tərəddüd etmədən
Həmən gün həmişə hazırıq. Tək ki səsləsinlər bizi. Tək ki yada salsınlar. Nə olsun Gürcüstanda yaşayırıq. Vətənimizdir, torpağımızdır. Onu qorumaq, onun şərəfini qorumaq bizim borcumuzdur. Qanımızla, canımızla. Yaşasın Azərbaycan. Vətən başın sağ olsun. Bizim başımız da ucadır. Dilimiz də uzundur. Vətən uğrunda vermişik balamızı.